Değerli dostlar, yeni bir 5 otaqlı həyət evimiz mərkəzdə satışa çıxıb. Çox da əla qiymətdən təklif olunur. Dövlət ipotekasından yararlı, möhtəşəm təmirə və tikintiyə sahibdir. Evin birinci və ikinci mərtəbəsi monolit betondur və ikinci mərtəbənin yekununda beton kəmər atılıb. Dörd bir tərəfdən cüt kubiklə inşa olunub. Deməli, Masazır qəsəbəsində Sabah Futbol Klubunun stadionunun meydançasının yanındadır. Qurtuluş 2-3 mərtəbələr adlanan ərazidədir. Asfalt yolun üzərindədir. Tam yaşayışlı bir məhəllə dəyərli dostlar. Evin çöl görünüşü bu qaydadadır. Baxın, deməli, bu hissə gül çiçəyi üçün nəzərdə tutulub. Evin təmirinə, gözəlliyinə, səliqəsinə və qiymətinə fikir verin. Əla qiymət, deməli, bazar qiyməti müəyyənləşdirilib. Uzaqdan dronla sistemlə təchiz olmuş ralüz qapı, piyadalar üçün əlavə kaletka qapı. Qazın suyun işığın fasiləsiz olduğu mərkəz kanalizasiya fəaliyyət göstərdiyi möhtəşəm bir ərazidir. Tam yaşayışlı bir ərazidə geniş bir küçənin kənarında yerləşir. Giriş isə bu qaydada kermogranit gördüyünüz yerlərin hər biri isti poldur. Girişdə sol hissədə deməli ayna yığılıb, burada internetinə kimi çəkilib, pilləkəni betondan yığılıb, mərmərlə işlənib üzəri. Deməli, bu mərtəbədə yerləşir qonaq otağı, mətbəx və yataq otağı cümlədən salon üzrə. Bura evin qonaq otağıdır. Təmirə, tikintiyə fikir verin dəyərli dostlar. Çox həqiqətən çox bəyəndim mən bu evi. Və sizin də gəlib yerindəcə baxmağınız məsləhətdir. Bura zal hissə, çılçırağı quraşdırılıb gördünüz. Geniş vitraj pəncərələrdir, kondisioner xətti, radiator xətləri və s. və ilaxır çəkilib hər biri hazır vəziyyətdədir. Bura evimizin zal hissəsi. Dəyərli dostlar, 145 min manatdan təklif olunur. Ən ucqar ərazilərdə təklif olunur. 5 otaqlı evlərlə eyni qiymətə təklif olunur. Bura evin mətbəx səvəsidir, baxın. Tüneli isti poldu deməli mətbəx, yəni zaldan başqa digər bütün tərəflər, dəhliz, koridor və sanuzel isti poldu. Buradan arxa tərəfə keçid qoyulub, baxın. Burada əlavə əşyalarınız rahatlıqla bu hissələri istifadə edib yığa bilərsiniz. Kombi aparatının yeri buradır. Daha sonra keçə digər hissələrlə mən sizi tanış edeyim. Burada yerləşir ilk mərtəbənin yataq otağı, kiçik bir yataq otağı da buradakı. Kollektor sistemi orada yığılıb görürsünüz. İlk mərtəbənin sanuzel düşqabının içində yer ayrılıb. Qalxa ikinci mərtəbə ilə tanış edeyim tez bazar. Vaxtınızı çox almayayım. Deməli, Masazırda 3 mərtəbələr adlanan ərazidə Qurtuluş 2 yaşayış kompleksinin yanındadır, arxa tərəfindədir. Buradan eyvana çıxış var. Burada belə bir yataq otağı. Əla bir evdə həqiqətən də qiymət 145 min manatdır. Alıcılara qiymətdə razılaşmaq, endirim etmək mümkündür. Bu növbəti yataq otağı, bura isə ümumilikdə 5-ci otaq və sanitar qovşaq. Qiymət 145 min sənət, paket küçə dövlət ipotekasından yararlıdır. Əlaqə saxlamaq unutmayın, nömrəm 077 744 36 33. Sağ olun, hələlik.